46-cı sual. Verilmiş kütləli ideal qaz əvvəlcə izotermik sıxılır, sonra izobarik qızdırılır. Hansı diaqramda bu proseslər düzgün göstərilmişdir? İlk olaraq izotermik sıxılır. İzotermik sıxılma temperatur sabit olur. Deməli, baxaq görə hansında temperatur sabitdir? Burada temperatur sabit deyil. Çünki burada həcm sabitdir. B'də də temperatur sabit deyil. Uyğun gəlməyəcəkdir. Burada da PV düz asılı ola bilməz. Yəni burada o temperaturun sabit olduğu ifadəyə uyğun deyil. Qalır Y ilə D variantı. Və deyir ki, izotermik sıxılır. Yəni izotermik sıxılmada nə olur? Həcm azalır. D-də həcm get-gedə artır. Buradan artmağa doğru gedir. Deməli, D dediyi qalır Y variantı. Birinci izotermik sıxılır, sonra izobarik qızdırılır. Yəni təzyiq sabitdir. İzobarik qızdırılırsa, deməli həcm artır, temperatur da artır. Ona görə Y variantı uyğundur. Kütləsi 0.5 kiloqram olan cismin hərəkət zamanı koordinatının zamanının asılılıq tənliyi x bərabərdir 4+2D şəklində olmuşdur. Hərəkət başlayandan t bərabərdir 3 saniyə sonra cismin kinetik enerjisinin dəyişməsi nə qədər olur? Deməli, bu hansı hərəkətdir? X bərabərdir x0 plus vxt. Bu düzxətti bərabər sürətli hərəkətdir. Düzxətti bərabər sürətli hərəkətdə də kinetik enerjinin dəyişməsi sıfıra bərabərdir. Çünki düzxətti bərabər sürətli hərəkətdə cismin başlanğıc kinetiyi də son kinetiyi də eynidir. Təbii ki, dəyişmədə o zaman sıfıra bərabər olacaqdır. 48-ci suala baxırıq. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cismin koordinatının zamandan asılılıq tənliyi hansı ola bilər? Deməli, bu bərabər təcili hərəkətdir. İlk olaraq gəlin təcili tapaq. Deməli, A bərabərdir V minus V0 bölünsün T. O da bərabərdir. Son sürətimiz 5, başlanğıcımız 1, bölünsün zaman 2-yə, o da bərabərdir 2 metr bölünsün saniyənin kvadratına. Deməli, təcilimiz tapdıq 2-dir. İndi biz tənliyi qura bilərik. X bərabərdir, x0 üzərinə gəlsin və bu bərabər yerləşən hərəkətdir. Yəni, həm sürət, həm də təcil müsbət qiymət alacaqdır. Üzərinə gəlsin, V0-ımız 1-dir, 1 vurulsun T, üzərinə gəlinsin, təcilimiz 2-dir, vurulsun, T-nin kvadratı bölünsün 2-yə. Bunu sadələşdirsək, o zaman belə olacaqdır. X bərabərdir, x0 plus T plus bu da 2-lə ixtisar getsin, eləyəcəkdir T-nin kvadratını. Bu x0 bilməyik, bizə verilməkdir. T plus T-nin kvadratı, o da uyğun olaraq B variantı gələcəkdir. 49. Cismin havada çəkisi 40 Newton, mayedə çəkisi 15 Newton olarsa, arximet qüvvəsi neçə Newtondur? Deməli, mayedə çəki bərabərdir. mg çıxılsın F arximedə. Buradan biz arximet qüvvəsini tapsaq, eləyəcəkdir. mg çıxılsın P maye. mg-ni veribdir bizə havadakı çəkisi 40, çıxılsın mayedə çəkisi 15-dir. O da bərabərdir 25 Newton. Cavab edirik C variantı. 50-ci sualda. Nigar bir dəqiqə ərzində 100 metr addım atır. Hər bir addımın uzunluğu 90 cm olarsa, onun sürəti nə qədərdir? Vahidləri təbii ki, çevirmir. Çünki metr bölünsün saniyə ilə verildi vahid. Gəlin ilk olaraq uzunluq tapaq. L bərabərdir. Bizdə bir addımın uzunluğu 90 cm-dir. Amma biz ümumilikdə 100 addım boyunca getdiyi sürət tapmalıyıq. Ona görə biz 100-ü vururuq. Bu da metrə çevirməli. Eləcək 0.9 metr. Bu da bərabərdir. 90 metr yol getmiş olur. İndi biz sürəti tapsaq, V bərabərdir. L bölünsün T-yə əsasən uzunluğu tapdıq, getdi yolda 90. Zaman 1 dəqiqədir. O da bərabərdir 60 saniyə. 90-ı da 60-a böləndə hər ikisini 30 yaxçı desə eləyəcəkdir. 2-də 3, o da bərabərdir 1,5 metr bölünsün saniyə. Y variantı. 51-ci suala baxırıq. Verilmiş kütləli ideal qaz bir halına 2 halına keçəndə təzyiq necə dəyişər? Deməli, bu buradan görürük ki, biz izotermik prosesdir. Temperatur sabitdir. Temperatur sabitdirsə, həcmlə təzyiq bir-birindən tərs mütənasib asılıdır. Deməli, həcm birinci haldan ikinci hala keçəndə 2 dəfə 20-dən 10-a düşübdür. Deməli, 2 dəfə azalıb. Həcm 2 dəfə azalıbsa, təzyiqlə tərs mütənasibdir. Təzyiq o zaman 2 dəfə artacaqdır. Bunu həmçinin V1-in V2-yə, o da bərabərdir P1-in P2-yə nisbəti ilə də yerinə qoyub hesablaya bilərsiniz. İdeal qaz molekullarının istilik hərəkətinin orta kvadrat sürətinin qazın mütləq temperaturdan asılı qrafiki verilmişdir. Bir nöqtəsində molekulların orta kvadratik sürəti V0, qazın temperaturu isə T0 olmuşdur. İki nöqtəsində molekulların orta kvadratik sürəti 2V0 olarsa, həmin nöqtədə qazın mütləq temperaturu nə qədər olar? M bərabərdir bonusda. Deməli, biz sürətin M bərabərdir. Kök altda 3 RT bölünsün. M düsturunu öyrənmişik. Burada M sabitdir, dəyişmir. R də sabitdir, dəyişməyəcəkdir. Deməli, sürət temperaturdan kök altında düz asıldır. Və sürət əgər 2 dəfə artıbdırsa, burada T0-dırsa, V0 olanda. Əgər sürət 2 dəfə artıbdırsa, deməli, temperatur 4 dəfə artıb. Ondan kök alanda biz sürəti 2 dəfə artmış görə bilirik. Deməli, bura olacaqdır o zaman 4 T0. Yəni, bunu da nisbət şəklində yaza bilərik. V1-in V2-yə, bu da bərabərdir kök altda T1-in T2-yə. Deməli, bizdə birinci halda sürəti veribdir V0, ikinci halda sürəti veribdir 2V0, bu da bərabərdir. Birinci haldakı temperaturumuz T0-dır, ikinci haldakini bilmirəm. T2 olaraq yazaq. Buradan V0-a ixtisar getsə olacaqdır. 2-də 1 bərabərdir. Kök altda T0 bölünsün T2-yə. Hər tərəfi kvadratı yüksəlsə 4-də 1 bərabərdir. T0 bölünsün T2-yə. Buradan da biz T2 bərabərdir yenə
4T0'ı almış olarıq. Yəni istədiyiniz şəkildə məntiqlə də fikirləşə bilərsiniz. Bu şəkildə düsturla da yazıb hesablaya bilərsiniz. 53-cü sualda təzyiq küvəsinin dəyişmədən səthin sahəsini 0,3 metr kvadrat azaltdıqda təzyiq 2 dəfə artmışdır. İlk anda səthin sahəsi neçə metrin kvadratı olmuşdur? Deməli, təzyiq P bərabərdir F bölünsün S-dir. Təzyiq küvəsini dəyişmiriksə, deməli, təzyiq küvəsi sabitdirsə, o zaman təzyiq səthin sahəsinin tərs kütləsi asılıdır. Birinci halda bizim təzyiqimiz olsun P, ikinci halda 2 dəfə artacaq üçün olacaq 2P. Birinci halda səthin sahəsi S1 bərabərdir olsun S, ikinci halda S2 bərabərdir 0,3 azaldığı üçün S çıxılsın 0,3'e. P ilə də S tərsin tənasib olduğundan biz nisbəti yaza bilərik. P1 bölünsün P2, o da bərabərdir S2 bölünsün S1'ə. P1'imiz P idi, P bölünsün P2'miz 2P bərabərdir S2'miz S çıxılsın 0,3 bölünsün S1'imiz də S. Buradan P'lər ixtisar getsə, o zaman nisbəti tapsaq, eləcək 2S çıxılsın, 2-ni bura vuranda eləcək 0,6, o da bərabərdir S-ə. Buradan da S bərabərdir 0,6-nı almış olarıq metrin kvadratı. Cavab S bərabərdir 0,6 metrin kvadratı. 54. Hidravlik presin kiçik porşeyin H qədər aşağı enəndə böyük porşeyin H bölünsün 5 qədər yuxarı qalxır. Hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? Biz bilirik ki, böyük qolun kiçik qolun nisbəti böyük. Yox, 54-cü sual. Hidravlik presin kiçik porşeyin H qədər aşağı enəndə böyük porşeyin H bölünsün 5 qədər yuxarı qalxır. Hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? Biz bilirik ki, hidravlik pres qüvvədə kiçik qolun böyük qola nisbətli qədər qüvvədə qazanc verir. Bu da bərabərdir 5. Yəni qüvvədə 5 dəfə qazanc verir. 55. Kütləsi 5 kq olan link F qüvvəsinin təsiri altında tarazlıqdadır. Dayağı reaksiya qüvvəsi neçə newtondur? Yəni ilk olaraq dayağı reaksiyasını, deməli dayağı reaksiyası burada bir dayağı reaksiya qüvvəsi var. Sonra linkin çəkisi var. O da tam bura ortaya düşəcəkdir. Veribdir mg'yə. O da bərabərdir 50 newtondur və F qüvvəmiz. Buradan biz dayağı reaksiya qüvvəsini tapsaq, M bərabərdir, daha doğrusu N üzərinə gəlinsin F, o da bərabərdir mg'yə, yəni 50 newtona. Buradan o zaman M bərabərdir 50 çıxılsın F-ə. İndi gəlin biz buradan ilk olaraq F-i tapaq. Bunun üçün təbii ki, qolları nəzərə almalıyıq. Mg'nin qolu 2-dir. F'in qolu isə 1, 2, 3, 4, 5-dir. 5. O zaman deməli 2 vurulsun 50 bərabərdir 5 vurulsun F-ə. Buradan da F bərabərdir, ixtisar getsə eləyəcəkdir 20 newtona. İndi buradan biz yerinə qoyaraq hesablaya bilərik. 50 çıxılsın, F-i tapdıq 20, o da bərabərdir 30 newtona. Deməli dayağı reaksiya qüvvəsi 30 newton imiş. Sonra 56-cı sual. Təkliflərdən hansılar doğrudur? Maddənin vahid həcmə düşən kütləsinə sıxlıq deyilir. Bəli, sıxlıq bərabərdir M bölünsün V. Əgər həcmimiz 1 metrin kubu olsa, o zaman sıxlıq 1 kiloqramlıq cismin kütləsinə bərabər olacaqdır. Doğrudur. Cisimlərin qarşılıqlı vəziyyəti ilə müəyyən olan enerji kinetik enerji adları yanlışdır. Qarşılıqlı vəziyyəti yox, kinetik enerji hərəkət enerjisidir. Hər bir cismin ətrafında gravitasiya sahəsi yaranır. Əslində burada kütləsi desə daha doğrulardır, amma cisim dediyi üçün zaten kütləyə sahibdir. Ona görə 3 də doğrudur. Arximet qüvvəsi şaquli aşağı yönəlir. Yanlışdır. Mayələrin hidrostatik təzyiqi qabın ortacanının sahəsindən tərs mütənasib asılıdır. Hidrostatik təzyiq P bərabərdir rho J H ilə tapılır. Gördüyümüz kimi heç düsturda S yoxdur, yəni S-dən asıl deyil. O zaman deməli 5 də yanlışdır. Cavab olur 1 və 3. 57-ci sualda verilmiş kütləli ideal qaz üzərində dairəli proses aparılmışdır. Uyğunluğu müəyyən edin. Deməli, birinci AB hissəsinə baxırıq. AB hissəsi bizdə hansı prosesdir? Təzyiqlə temperatur bir-birindən düz asılırsa, deməli bu izoxar prosesdir. Yəni həcm sabitdir. Bura uyğun gəlir C. Bir də burada AB hissəsində temperatur artır. Temperatur artırırsa, deməli molekulların orta kinetik enerjisi artır. Y də bura aiddir. Daha sonra baxırıq BC hissəsinə. BC hissəsində görürük ki, bu izotermik prosesdir. Yəni temperaturumuz sabitdir. Temperatur sabitdir, amma təzyiqimiz də azalır. Təzyiq azalırsa, deməli həcmimiz artacaq. Qazın həcmi artar. Bura uyğundur A. Sonra üçüncü prosesə baxırıq. Yəni CA prosesinə. Burada izobar prosesdir. Yəni P bərabərdir konstantdır. Amma burada temperatur azalır. Temperatur azalırsa, daha doğrusu izobarik sıxılmadır bu arada. İzobarik sıxılmadırsa, deməli temperatur azaldı. Temperaturumuz azalırsa, deməli həcmimiz də azalacaqdır. B bura uyğundur. Bir də əgər həcm azalırsa, konsentrasiya M bərabərdir. M bölünsün V-yə əsasən həcm azaldığı üçün təbii ki, konsentrasiya artacaqdır. Deməli D də bura aiddir. 1 oldu C, Y, 2-yə A, 3-ə B, D. 58. Üfüqi səthdə hərəkət edən cismin koordinatının zamandan asılılıq tənliyi x bərabərdir 10 çıxılsın 2D şəklindədir. İkinci saniyənin sonunda cismin kinetik enerjisi neçə jouldur? İlk olaraq gəlin biz buradan
Sürəti tapaq. Törəmə olaraq da tapa bilərsiniz və ya tənlik yazsa x bərabərdir x0 plus minus vxt-dir. Buradan da görürük ki, t-nin önündəki sürət, yəni buradan v bərabərdir 2-yə. Qabağında mənfidir, amma biz enerjini modulla tapırıq deyil, birbaşa müsbət qiymətini götürə bilərik, yəni 2-ni götürürük. O zaman modulda yazaq bunu, hətta bərabərdir 2, rahat olsun deyə. O zaman y kinetik bərabərdir m v kvadratı bölünsün 2. O da bərabərdir. Kütləni verib bizə 4 vurulsun. Sürətimiz 2-dir, kvadrat edir 4 bölünsün 2. 2 ilə 4 sağ gedir, o da eləyəcəkdir 8 joule. 59. Cisim müəyyən hündürlükdən sərbəst buraxılmış və sərbəst düşməyə başlamışdır. Hərəkətə başlayandan sonra müəyyən anda qüvvə impulsu 20 vurulsun Newton vurulsun saniyə olmuşdur. Həmin anda cismin sürəti nə qədər olmuşdur? Deməli, müəyyən hündürlükdən sərbəst buraxılır. Sərbəst buraxılmada biz bilirik ki, başlanğıc sürətimiz 0-dır və impulsun dəyişməsi delta p bərabərdir ya ft-nin hesablanır, ya da delta p bərabərdir mv çıxılsın m v0 hesablanır. Burada v0 0 olduğundan bu gedəcək 0-a. O zaman delta p bərabərdir mv olacaqdır. Burada delta p-nin yerinə mv yazsaq, o zaman mv bərabərdir ft yaza bilərik. Buradan da kütləni verib bizə 2, vurulsun sürəti bilmirik. Qüvvə impulsunu da veribdir bizə 20-dir. Buradan da v bərabərdir 22-yə bölsə edəcək 10 metr bölünsün saniyə. Cavab olur 10 metr bölünsün saniyə. 60. Kütləsi 4 kiloqram olan cisim malum müstəvisindədir. Malum müstəvinin hündürlüyü 3 metr, oturacağı 4 metrdir. Cismin çəkisi neçə newtondur? Biz bilirik ki, malum müstəvidə cismin çəkisi dayağın reaksiya qüvvəsinə bərabərdir. Burada dayağın reaksiya qüvvəsidir, bir də buradan cismin ağırlıq qüvvəsi gəlir bu şəkildə. Aha, rəngini dəyişim. Deməli, burada olur dayağın reaksiya qüvvəsi, burada olur mg ağırlıq qüvvəsi. Həmçinin bura alfadırsa, buradan mg-ni tam əslində buradan götürəcəkdim belə. Burada da mg-nin 2 paralel toplamına ayıraq. Bu olur. Bura alfadırsa, burada alfadır. O zaman bu perpendikular toplanan edir bizdə mg kosinüs alfa. Paralel toplanan isə burada ağırlıq qüvvəsinin. Bu da olacaq mg sinüs alfaya. Deməli, biz dedik ki, malum müstəvidə çəki bərabərdir n-ə. O da bərabərdir. Burada n ilə mg kosinüs alfa bir-birini tarazlaşdırdığından o da bərabər olacaq mg kosinüs alfaya. İndi gəlin biz buradan kosinüs alfanı tapaq. Deməli, kosinüs alfa bərabərdir. Kosinüs alfa biz bilirik ki, bitişik katetin hipotenuza nisbətidir. Yəni 4 bölünsün. Hipotenusdakı buranı biz el ilə işarə edək. El olsun bura. El yazamadım. Bölünsün elə. Bu da bərabərdir. İndi gəlin biz buradan eli tapaq. Hipotenuz el bərabərdir. Pitagor teoremindən katetlərin kvadratları cəmi üzərinə gəlsin. 3-ün kvadratı. Bu da 2 qatda 25 eləyir. Bundan da 5 çıxır. 5 metrə. Aha. Deməli, buradan o zaman kosinüs alfa olur. 4 bölünsün 5-ə. Burada qiyməti yerinə yazsaq. Burada da yaza bilərik. Fərqi yoxdur. M-i verib neçə? 4. J'miz 10'dur. Vurulsun kosinüs alfanı da 5 bölünsün 4 tapdıq. 5'dən 10 qısa geçsin 2. 2 dəfə 4 8. 8 dəfə 4 eləyəcəkdir 32 Newton. Cavab olur 32. İndi isə baxırıq siyasi tipli sualların izahına. Şagird malum müstəvi sərt üzrə sürtünməsiz olaraq sükunət vəziyyətindən bərabər təcillə hərəkət edən kürəciyin şəkildəki kimi hərəkətini izlədi və apardığı ölçməyə göstərdi ki, kürəcik 1-ci saniyə ərzində 2 metr yol getmişdir. Aha, deməli bizdən nə istəyir birinci? Kürəciyin hərəkət təcili neçə metr bölünsün saniyə kvadratdır. Deməli, burada əslində müstəvidə biz təcili 1 A bərabərdir J sinüs alfa ilə tapa bilərik. Burada bucaq haqqında heç bir məlumat olmadığından biz 1-ci saniyə dediyindən S-in düsturundan istifadə edəcəyik bərabər təcilli hərəkətdə. S bərabərdir, başlanğıc sürətimiz 0-dır və S bərabərdir 0 olduğundan S bərabərdir A vurulsun 2 minus 1 bölünsün 2 düsturundan istifadə edərək təcili tapa bilərik. Deməli, S-i veribdir bizə 2 bərabərdir, təcili bilmirik 2 vurulsun, 1-ci saniyədir 1, çıxılsın 1, bölünsün 2. Buradan da vursaq hesablasaq 4 bərabərdir, 2-dən 1-ni çıxanda 1-ə, A-ya, buradan da A bərabərdir 4 metr bölünsün saniyənin kvadratına. Deməli, təcili tapdıq. İndi 89-da malum müstəvinin hündürlüyü H bərabərdir 1 metr olarsa, onun el uzunluğu neçə metrdir? Biz bayaq buradan təcilin düsturunu yazdıq. A bərabərdir J sinüs alfaya. Aha. Bəs burada sinüs alfa bizdə nəyə bərabərdir? Sinüs alfa bərabərdir alfadır, yəni qarşıdakı katetin hipotenuza nisbətdir, yəni H bölünsün elə. O da bərabərdir. H-ı verib bizə 1 bölünsün eli bilmirik, onu istəyir. İndi burada qiymətləri yerinə yazıb hesablaya bilərik. Təcili tapdıq 4 bərabərdir. J-ni verib bizə 10 vurulsun, 1 bölünsün elə. Buradan da eli tapanda el bərabərdir 10 bölünsün 4-dən, bu da bərabərdir 2,5 metrə. 90-cı sualda kürəciyin kütləsinin 1 kiloqram olduğunu bilərək malum müstəvinin sonunda kürəciyin kinetik enerjisi necə jouldur? Bunu iki üsulla həll edə bilərik. Birinci üsul enerjinin saxlanma qanunudur. Yəni başlanğıcdakı potensial enerji, sondakı kinetik enerji bərabərdir. O da başlanğıcdakı bizdə potensial enerji mgh-dır.
O da bərabərdir. 1 vurulsun 10, vurulsun 1-dən. O da bərabərdir 10 joule almış olarıq. İkinci halda isə biz kinetik enerjinin öz düsturundan istifadə edə bilərik. Yəni mv kvadratı bölünsün 2 ilə gedə bilərik. O da bərabərdir. Buradan gəlin ilk olaraq biz sürəti tapaq. Deməli, normalda bizdə sürət v bərabərdir. Cücaqda v0 plus 2a ist. Burada v0 0 olduğundan başlanğıc sürəti 0-dır. O zaman v bərabərdir. Cücaqda 2a s'i almış olarıq. Burada da s'in yerinə bizdə l durur. Siz altdan yazar. S bərabərdir l. O zaman v bərabərdir. Cücaqda 2a l'i almış olarıq. Bu da bərabərdir o zaman. 2 vurulsun. Təcilimiz 4 idi. Vurulsun. Uzunluğumuz da tapdıq ki 2/5'dir. Bu da bərabərdir. Cücaqda 20'ye. Aha. Buradan indi yerinə yazsaq o zaman. M'imiz 1'dir. Vurulsun. Sürəti tapdıq. Cücaqda 20'nin kvadratı bölünsün 2'ye. Bu da bərabərdir. Köklə kvadrat getsə eləcək 20 bölünsün 2'ye. Bu da bərabərdir 10 joule. Yəni hər iki şərtdə də, hər iki halda da 10 joule tapmış oluruq. İzlədiyiniz üçün təşəkkürlər. Fikir bildirməyi unutmayın. Hələlik.